pulu olan insanlar, zəngin insanlar niyə pullarını xərcləmək istəmirlər? Biraz ximistlər. Bu hardan doğru? Niyə pulun varsa niyə xərcləmirsən? Mən bilirsiniz, hər bir insanın fikrinə, hörmətinə yanaşıram. Amma tam razı deyiləm bu fikirlə. Çünki piramida Maslow deyilən bir anlayış var və orada pillələr var da və insan nə qədər zənginləşirsə, o məsələn xeyriyyəçiliklə məşğul olur, orada artıq o elə həddə gəlir, çatır ki, insanlar orada bütün sərvətin hansısa bir xeyriyyə məqsədi ilə xərcləmiş olur. Yəni, burada bir nöqtədən, bir mövqedən çıxış eləmək düzgün olmaz. Çünki hamı eyni olmur. Kimlərisə... Müəyyən göstərici olaraq götürə bilərik, statistik olaraq götürə bilərik ki, haradasa deyəlim ki, 5 zəngin insandan 4-ü pulu xərcləməyi sevmir. Bəlkə də bunlara görə zəngindirlər. Yox, məncə onun altında bilirsiniz nə yatır? Psixoloji bir faktor yatır. Çünki o insan o pulun qazanma, ağır yollarını bilir belə. Ona görə nə qədər onu zənginləşdirirsə, onu o qədər də travması qalmış olur ki, o pulla belə rahatlıqla mən necə sağollaşa bilərəm, necə onu belə rahat xərcləyə bilərəm. Ona görə o bir şuur altıda bir iz atır ki, bu belə olmalıdır.